Can Azərbaycan. Salam əziz dinləyicilər və əziz izləyicilər. İctimai radioya qulaq asırsınız. Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bu yaxınlarda yeni bir kitabla tanış olmuşam, amma mənim üçün yeni olmadı. Çünki bu kitabın ekran həlli ilə artıq tanış idim. Söhbət Mən, Lalə və Sherlock Holmes kitabından gedir. Bilirsiniz ki, Can Azərbaycan verilişində hər həftənin şənbə günü yeni nəşr olunan kitablar haqqında danışırıq. Və bu kitab da yeni nəşr olunsa da mənim üçün çox üzücü oldu ki, artıq stoklarda yoxdur. Amma mənim üçün üzücü olsa da mən əminəm ki, müəllif üçün və bu kitabı, eləcə də Mən, Lalə və Sherlock Holmes uşaq serialını araya ərsəyə gətirənlər üçün bu üzücü deyil. Çünki bir kitabın stokda olmaması artıq ona olan diqqətdən, maraqdan xəbər verir və ona görə də böyük məmnuniyyətlə bugün fikirləşdik ki, məhz bu kitab haqqında danışaq. Adətən kitablar yazılır, sonra ekran həllini tapır. Amma bu kitab həm də ona görə fərqlidir ki, biz onu əvvəlcə ekrandan izləmişik, sonra isə kitab şəklində evimizin rəfində, yəni o kitab rəfində ən gözəl hissəsində saxlayırıq, həm də oxuyuruq, övladlarımıza təqdim edirik. Bu əsərin ideya müəllifi, layihə müəllifi, layihə rəhbəri Tural Sevdimalıdır. Siz Tural bəyi ayrı-ayrı layihələrdən əminəm ki, çox yaxşı tanıyırsınız. Amma sözün düzü mən özüm də heç bilmirdim ki, Tural müəllimin qəlbində, belə deyim, bir Lalə var imiş, bir Murad var imiş, həm də Sherlock Holmes var imiş, amma təkcə bunlardırmı? Suallarım çoxdur, ona görə də böyük məmnuniyyətlə həm söhbətim Tural Sevdimalını salamlayıram, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Pərvan xanım, dəvət üçün öncəliklə sizə təşəkkürümü bildirmək istəyirəm, göstərdiyiniz diqqət üçün və xoş sözlər üçün. Təşəkkür edirəm. Minnətdarlığımı bildirmək istəyirəm. Bir onu deyim ki, heç ağlıma gəlməzdi ki, bax indi siz danışırdınız, təqdim eləyirdiniz, elə çalışdım gözümü yumum, qulaq asım, çünki etiraf eləyim ki, mən də bu verilişin daimi dinləyicisiyəm. Düzdür, radioda video çəkiləcəyimi heç cür təxmin eləməsəm də, bu mənim üçün nə qədər qəribə olsa da, indi sanki elə bil özüm də bir radioya qulaq asırdım siz təqdimatı verəndə. Bir istisna vardı ki, bu mənim haqqımda danışırdınız. Yəni təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Mən sizə birincisi bir ana olaraq təşəkkür edirəm, bir valideyn olaraq təşəkkür edirəm. Çünki mən Lalə və Sherlock Holmes serialına baxmağımın bir maraqlı tarixçəsi var idi. Deməli, orta məktəbdə uşaqlara tapşırmışdılar ki, Sehrli xalat filan filmlərə baxın. Və bu filmlər bilirsiniz ki, bütün müəllimlər, xüsusilə də Azərbaycan və ədəbiyyat müəllimləri uşaqlara tövsiyə edirlər. Və birdən mən fikirləşdim ki, bizim ictimai televiziya, ictimai kanal qəşəng bir film çəkib baxın, niyə mən onu tövsiyə etməyim ki? Götürdüm valideyn və müəllim qrupuna, bu filmin ilk bölümünün linkini atdım. Nə gözəl. Baxmaya. Sonra da belə biraz həmin günü bir təhər oldum, biraz vicdan əzabı çəkdim ki, mən baxmadığım bir filmi, nə olsun ki, çalışdığım şirkət çəkib. Heç baxmadan necə o qrupa göndərdim. Və axşam həmin qrupa baxanda, işdən evə gələndə gördüm nə qədər rəylər var, nə qədər fikirlər var. Əyləşdim, gecədən səhərə qədər bütün bölümlərinə baxmışam. Tural müəllim. Çox xoşdur. Və siz inanın ki, mən ilk valideyn deyiləm belə. Çünki biz bilirik ki, bugün artıq elə bir dövrdür ki, süni intellekt dövründə yaşayırıq, sosial şəbəkələr dövründə yaşayırıq və insanlar nəyisə televizordan izləməyə vaxt tapmırlar bəzən. Amma nə yaxşı ki, bu sosial şəbəkələr var və ictimai televiziyanın YouTube kanalı var. Təsəvvür edin ki, mən əminəm ki, həmin gecə nə qədər adam baxıb o filmə və o çox yaxşıdır ki, uşaqlarla bir yerdə baxır valideynlər. Əvvəlcə sizdən bir şey öyrənmək istəyirəm. Necə oldu ki, belə bir ideya yarandı? Yəni, fikirləşdiniz ki, belə bir şey etməliyəm. Demək, əhvalat çox maraqlı əhvalatdır. Birazdan o əhvalata qayıdarıq. Çünki belə əhvalatlarla layihələr yaşayır, layihələr dildən dilə keçir, söhbət olunur. Heç kimə gəlib quru-quru demək olmur ki, belə bir yaxşı film var, serial var, nəsə var, otur ona bax. Layihəni dəyərli eləyən bax sizin incə danışdığınız əhvalat kimi əhvalatlardır. Amma bu arada sonra danışarıq. Öncə olaraq sizin sualınıza cavab verim. Necə oldu ki, bu layihənin ideyası çıxdı ortaya? Demək, tam hər yerdə danışmağa vaxtım çatmadığı bir əhvalatı danışacağım. Çünki biraz uzun söhbətdir. Biz ictimai televiziyada bilirsiniz, illər öncə Səs Uşaqlar, Səs Azərbaycan layihəsinin bir qolu olan bir Səs Uşaqlar elədik.
səs uşaqlarda bilmirəm kimisə qarşısına çıxıb ya çıxmayıb belə bir virus olan bir video vardı. Bizim həmkarımız Fərid Rzayev, özünün çox baməzə yanaşması var hər şeyə zarafatla. Orada bir oğlan vardı, səhv eləmirəmsə adı İlham idi. Özü sarışın oğlan idi, qıvrım saçları vardı, dolu bir toppuş deyirlər də, belə toppuş bir oğlan idi. Özü də papaqla çıxış eləyirdi. Başında da belə bir Buratino papağına oxşayan o Rus filmindəki, Sovet filmindəki Buratino papağına oxşayan bir papaqla idi. Yaxınlaşır, buna ingiliscə başlayır bundan söhbət eləmək ki, how are you, where are you from, nəsə suallar verir. Oğlan buna qayıdıb Gəncə ləhcəsindən deyir ki, qadananım Azərbaycanlıyım, Gəncədənəm mən. Belə bir video çıxdı qabağıma. Oğlanın belə bir xoş aurasının elə bir məni də tutdu. Dedim abi bu nə maraqlı uşaqdır, belə nə maraqlı oğlandır. Bununla nəsə fikirləşməyiniz. Amma bunu bir kənara qoydum. İkinci tərəfdən bir Leyla adlı Lənkərandan qız gəlmişdi. Bəli, xatırlayıram. O qız indi də elə baxışları da reytinq qıran bir mahnısı var idi orada. Rap ifa eləyirdi. Fransız dilində səhv eləmirəmsə, nəsə belə bir YouTube-a girsələr hər ki iştirakçısını tapa bilərlər. Leyla Lənkərandan ifa elədi, yaxşı. Dedim ilahi nə gözəl, necə istedadlı uşaqlar var. Biri tutalım Gəncədən, halbuki desə İlham Bakıda qalırdı. Biri Gəncədən, biri Lənkərandan gəldilər, Bakıda qovuşdular, belə bir layihədə çıxış elədilər. Dedim bu lap film ssenarisinə bənzəyir. Elə bil ki, belə bir nəsə bunları hardasa birləşdirmək olar. Bax bu minvalla elə bir axşam fikirləşdim, ikinci axşam fikirləşdim, amma biraz müddət çəkdi birisi əlimizdə olan işlərlə əlaqədar. Bəli. Gəldi təxminən bir yarım ildən sonra artıq bu oğlan da özünü orada təqdim eləmişdilər ki, bu oğlan özünü Murad kimi təqdim eləyir. Niyə? Bilmirəm, indi bunun konfigurasiyasından, özünün fizioloji yumurluğundan asılıdır, nədir? Bu elə bir Murad Dadaşov kimi özünü hiss eləyirdi. Deyirdi mən Murad, elə buna Murad deyirdilər orada səs layihəsində. Dedim hə Murad yaxşı addır, elə personaj üçün də yaxşı addır. Murad Leylanı Lalə kimi yadımda saxlamışdım. Bu mənim qüsurumdur. Əslində asıl Leyla olduğunu unutmuşdum, elə bildim Lalə. Dedim mən Lalə. Bir də dedim burada nəsə çatmır. Bir Sherlock Holmes'u da ora qatdım, amma əsas prototiplərim bu uşaqlar idi. Yazanda da bunu fikirləşirdi. Elə birinci bölüm özüm oturdum, yazdım. Dedim bu prototiplərlə çəkərik. Sadəcə bir müddət sonra haçan ki artıq mən hazır idim. Haçan ki serialın ilk bölümünə hazırlaşma müddəti gəlmişdi. Həmin o oğlan Murad dediyimiz o İlham artıq böyüdü. Mən onu diqqətdən qaçırmışam ki, uşaqlar tez böyümək xüsusiyyətinə malikdirlər. Yəni bu gün bunu belə gördüm. Fırlandın o tərəfə, təzədən sualla qaydırsan ki, nəsə deyəsən, görürsən artıq bığ var. Uşaqlar biraz tez böyüyür. Uşaqların istiqaməti elədir ki, məktəb dönəmi belədir. 7-8-dən sonra bunlar hazırlığa gedirlər. Valideynlər artıq bunların üstündə əsməyə başlayırlar. Peşəni seçdinmi, dərsdən sonra bura gedərsən, idmana gedərsən. Bax bütün bu məhdudiyyətlər desək, bu həmin o qəhrəmanlarla işimizin alınmamasına gətirib çıxardı. Biraz da bizdə yubanmalar oldu. Yəni dərhal yazılan material da ssenariya, filmə keçmir. Ondan bir müddət sonra artıq biz rəsmi okey alandan sonra başladıq qəhrəmanlarımızı axtarmağa. Bax ideya buradan çıxdı. Amma niyə Sherlock Holmes-da var o əhvalatda? Mənə çox maraqlıdır. Yəni Arthur Conan Doyle-un əsərlərini hamımız oxumuşuq. Mən fikirləşdim ki, bu 90-lar, 2000-lərə uşaqlıq illəri təsadüf edənlər biz eyni nəsildən sayılırıq əslində. Biz yəni o dövrün uşaqları daha çox Sherlock Holmes-u sevmişik. Bizim üçün qəhrəman odur da. Mənim üçün şəxsən indi düzdür bu super qəhrəmanların filmləri var, nəsə var. O daha çox texnoloji yenilikdir. Yalan deməyim, onlara da baxıram. Amma Sherlock Holmes mənim üçün zəkasından, öz zehni uğurlarıyla yadda qalan bir personaj olduğu üçün və bu tək bizdə belə deyil. İndiki qəhrəmanlar da onu elə tanıyır. Yəni kinematoqraf bu qəhrəmanı ayaq üstə saxlaya bilib. Çox nadir qəhrəmanlardandır ki, 10 ildən bir, nə bilim 5 ildən bir yeni ekranlaşdırma çıxır və bu Benedict Cumberbatch-la çıxan müasir Sherlock-da hamıda böyüklü, kiçikli hamıda bir maraq yaratdı və böyük bir fanat ordusu olan qəhrəmandır.
Ona görə deməyim ki, oradan bəhrələnmişəm, amma bu Sherlock Holmes həm də bizə bir qərb mədəniyyətinin bizə bir təzad yaratmalı idi. Yəni hər iki uşağın öz kəndlərində, öz məişətlərində davranışına bir təzad gətirə biləcək bir qəhrəman lazım idi. Bunu mən başa düşürdüm və ona görə də bu Sherlock Holmes oldu. Ad da zənnimcə çox uğurlu ad alındı. Yəni sadəcə bir ad ola bilərdi, amma mən Lalə bir də Sherlock Holmes həm də diqqət cəlb eləyirdi. Ona görə bax, ümumi ideya bu kontekstdə yarandı və ondan sonra təsdiqləndi. Serial həyatına isə birbaşa, bax burada mən ona hər çıxışında vurğulayıram, birbaşa Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu serial alındı. Onlar da kağız üzərində ilk draft versiyada, sinopsis versiyasında baxıb inandılar bu layihəyə. Baxdılar, dedilər ki, bəli, bunun növbəti mərhələlərdə də ömrü olacaq, yaşamağa haqqı var bir layihədir və əsas da uşaqların içində, uşaqların fantaziyasına, təxəyyülünə dəstək verəcək bir layihə olma potensialı var kimi dəstək oldular və biz ictimai televiziya olaraq, Elm və Təhsil Nazirliyi olaraq bu yola çıxdıq. Amma yolun bu qədər uzun olacağını açığı heç kim düşünmürdü. Serialda diqqət çəkən bir çox məqamlar var. Məsələn, birincisi mən başa düşürəm ki, niyə böyüklər də bu seriala həvəslə baxır. Çünki orada otel tikmək istəyən bir insana qarşı təkcə uşaqların birləşməsi yox, bütün kəndin birləşməsi yer alıb. Və mənə elə gəlir ki, orada ən uğurlu məqamlardan biri də ondan ibarətdir ki, insanlar səhv edirlər, amma sonda öz səhvlərini başa düşürlər. Yəni onlar dünyada heç bir hiss uşaq sevgisinə qalib gələ bilməz. Uşaqlar hər kəsin qarşısında güclüdürlər. Uşaqların dünyası hamının dünyasından daha zəngindir. Yəni Elədir. bu ideya xətti mənim üçün bir tamaşaçı olaraq əsas mən bir daha əmin oldum ki, hamının uşağı bizim də uşağımızdır, mənim də uşağımdır və mən əgər yaxşı insan olmaq istəyirəmsə, öz uşağım qədər hamının uşağını sevməliyəm. Elə bir şey də var ki, uşaqlar yəni deyilənləri yox, nə ediriksə onu təqlid edirlər, onu götürürlər öz üzərlərinə. Bu seriala bilmən baxanlar yəqin bilirlər, doğrudan da filmin aparıcı qüvvəsi Murad və Lalədir və öz dostlarıyla bir kənddə, Yaşılkənd adlanan bir ərazidir. Orada gündəlik belə deyək, maneələri var, amma əsas maneələri siz demişkən yaşıllıq bir zonanı, meşə zonasını qırıb orada bir otel tikmək istəyən insanla apardıqları mübarizədir. Məntiqi bir sual yarana bilər ki, balam bu kəndin bir ağsaqqalı, bir böyüyü yoxdurmu düşsün qabağa mübarizəsini aparsın. Biz bu uşaqların timsalında həm də mübarizlik ruhunu göstərməyə çalışdıq. Bizim kiçik tamaşaçılarımızın, kiçik yaşlı tamaşaçılarımızın baxıb oradan özünə qəhrəman böyükləri yox, öz yaşıdlarını seçməsi üçün çalışdıq və onların dili ilə bəzən, onlara deyilən sözlərlə bəzən bəzi bəlkə də böyüklər üçün banal səslənə biləcək faktları çatdırmağa çalışdıq. Ona görə bir tərəfdən həm siz deyən sözsüz ki, doğrudur, bir tamaşaçı kimi siz onu elə görürsünüz, amma müəllif kimi o deyirlər, mən rəssamam, mən belə görürəm. Biz o uşaqlara verdiyimiz o imkanlar, o uşaqların o kənddə əldə elədikləri səlahiyyət, istənilən qapını açıb girib bir söz deyə bilərlər, kənd icmasının iclasında durub kiməsə etiraz eləyə bilərlər. Belə bir funksionallığı uşaqlara da, böyüklərə də ötürmüşük ki, balam, öz həyatınızı öz lokal məkanınızda hakimi özünüzsünüz. Özünüz orada idarə edə bilərsiniz, özünüz danışa bilərsiniz. Nəyinəsə razı deyilsənsə, onu səsləndir. Və o funksiyanı bilərəkdən o qızın üzərinə, o Lalənin üzərinə salmışıq. Murad bizim baş qəhrəmanımızdır, amma Murad şəhərdən, texnologiyaların hər yerdə belə vüsət tapdığı, öz dronunla, özünün planşetinlə, qulaqlığınla gedir bir kəndə və bir kənddə bir balaca qız ad gününə çəpiş bağışlayıblar. Bu qız qəflətən ikinci bölümdən artıq bu Muradı idarə eləyir deməyim düz deyil. Bir dost kimi gəl keç bu tərəfə. Sən buranı bilmirsən. Və 12-ci bölümə qədər Muradın seriala baxanlar yəqin təsdiqləyərlər. Gadgetlərindən nədənsə bir əsər əlamət yoxdur. Artıq bu unudur bütün o şeyləri. Gündəlik həyatda uşaqlarla futbol oynayır. Nənə olar gedim bir uşaqlarla bir gecə meşədə gecələyək. Yəni belə bir artıq arzuları peyda olur. Bu isə əslində qalsa bir
serialda mənim həm müəllifim Vüqar Hüseynovun daxilində olan bir uşağın nətər deyim, bir etirazımı deyim, bir təcəssümüdürmü? Çünki özüm mütləq istəmişəm həmişə onu eləyim, amma alınıbmı, alınmayıb. Meşədə gecələmək istəmişsiniz. İstəmişəm, niyə istəməmişəm? Meşədə də gecələmək istəmişəm. Dostlarımla hardasa qalıb nəsə bir qəhrəmanlıq eləmək istəmişəm. Evdən harasa çıxıb getmişəm. O vaxt mənim uşaqlığıma təsadüf eləyən dövrdə mobil telefonlar yox idi. Evə xəbər vermədən harasa getmişəm, gəlib görmüşəm ilahi aləm dəyib biri-birinə. Sən demə yazıq anam düşüb, qonşu axtarıb, polisə deyib. Mən isə dostlarımla sadəcə dəniz qırağına getmişəm. Halbuki dəniz qırağına getmək üçün o vaxt avtobusa minməliydin, marşrut dəyişməliydin, nə etməliydin. Yəni bu mənim həm də öz uşaqlığımda yaşadıqlarımın, Vüqarın öz uşaqlığında yaşadıqları hadisələrin bir kənd çərçivəsində toplusudur. Aha. Nə olmaq istəmişiksə, kim olmaq istəmişiksə, bəlkə də bu qəhrəmanlara təl-təl şuur aşılamışıq ki, gəl bu şey eləsin və yanımızda bəlkə də belə bir lalə çatışmayıb. Ki gəlsin sinə bir dəqiqə. Sizi ürəkləndirsin. Vallahi hə. Bax o fantaziyamızda olub. Mən də kitab oxumuşam. İlk kitablarımdan biri də Üç Müşketyor idi. Bilmirəm siz onu xatırlayarsınız, düzdür? Bir kitabı qırağa qoyaq. O kitabı qoyaq bir qırağa. O kitabdan sonra dostlarımla daha da sən belə eləyərsən, mən də belə eləyərəm. Gedərik sən də kiməsə şey eləyərsən də. Kimisə İncidir. D'Artagnan olmuş. Kimisə hamı D'Artagnan olur da fantaziyasında. Heç kim orada Portos olmur, oturub yeyəcəm, sən də baxarsan mənə. Hamı birinci qəhrəman olmaq istəyir, amma dediyim odur ki, bizim həm də dönəmimiz yeni video maqnitofonlarla, yəni sırf mənim öz uşaqlığım 10-12 yaşım 90-91-ci illər idi, 89-90-91 ilk video maqnitofon çıxmışdı. İlahi, indi bilmirəm uşaqlar üçün bu ümumiyyətlə video maqnitofon göstərsəniz bəlkə də bilməzlər nədir. Amma video maqnitofon çıxmışdı, dostumun evində idi. Gəlib belə baxırdım ki, ilahi televizorun üstündə bu nədir belə? Qara, kasetin yeri, kaseti dartdı, çəkdi içinə. Oy. Video başladı və bu video nə videodur belə? Bu hardan çıxdı belə? Necə indistənlə saxlamaqmı olar bunu? Ondan sonra həyətə çıxırdın, kimsə Tarzana baxırdı retroda, həyəti bütün Tarzan səsi götürürdü. Ki, bir ora qaçır, biri bu qara qaçır. Van Damın kinosu, nə bilim, Van Dam o vaxt yoxdur. Bruce Lee-nin kinosu çıxırdı, həyətdə hamı təpikləşirdi. Sizin uşaqlığınız gözəl keçib, Tural müəllim. Bizim məhəlləmizdə o Hind filmlərindən olan qəhrəmanları oxuyan var idi. Oxuyanlar var idi. Təsəvvür nələr baş verirdi. Film də var. İndi kitabdan gələn biz istədik biraz kitab xəttinə. Biz indi biraz film eləsəydik qəribə görsənərdi. Çünki filmlərdən götürə biləcəyimiz qəhrəmanların sayı əksərən hamısı əcnəbi filmlərdir. Ona görə biz də fikirləşdik ki, elə bir qəhrəman seçək ki, özümüzün olsun. Lap o dediyim təzadı yarada biləcək qəhrəman da Sherlock Holmes olsun. Mən əminəm ki, sizə bu sualı veriblər ki, Tural müəllim, Murad sizin qohumunuzdur. Murad dediyimiz o qəhrəman, Məhəmməd. Mən əsl adı Məhəmməddir. O kitabın üz qabağındakı olan. Bəli, kitabın üz qabağındakı, baxın, əziz izləyicilər, Muradı deyirəm. Yəni serialın əsas qəhrəmanı Murad. Bəli. Muradla, yəni xüsusən sizi tanıyan insanlardan mən bunu çox eşitmişəm. Belə xəbərçilik kimi çıxmasın ki, Muradla Tural müəllimin hətta danışma, indi danışırsınız. Elə bilən Murad danışır. Doğrudan. Yox, Murad siz Muradı necə tapmısınız? Əslinə qalsa prototip deyilən bir şey var da, mən onu necə fikirləşmişdiksə ki, bu adam şəhər uşağıdır, ev uşağıdır, atasından istəyir ki, harasa xaricə getsinlər və bu mütləq ki, yumru sifət, bir toppuş bir oğlan olmalı idi. Mən də neynim ki, bütün toppuşlar mənə oxşayır. Məsələnin bir tərəfi budur. İkinci tərəfdədir ki, yox, qohumum deyil və mənə ümumiyyətlə belə bir qohumluq əlaqəsi olan adam deyil. Bizim rejissor qrupumuz var, yəni rejissorumuz Rüfət Şahbazov, prodüser Amiran Babayev. Onların axtarışları nəticəsində Məhəmmədi tapıblar. Əsl adı Məhəmməddir. Və Məhəmməd gözəl rolun öhdəsindən gözəl gəlib. Mən özüm təəccüblənirdim ki, bu oğlan necə oynayır bu rolu, necə elə bir əyninə tikilmiş bir kostyumu geyinib. Və sonradan başa düşdüm ki, bu hansısa uşaq studiyalarının, yəni başqa rollarda da gördüm, yalan deməyim. Birbaşa Rüfət Şahbazov və Amiran Babayev məşğul olublar. Aktyorları, qızın özü Lalənin obrazını ifa edən Nigar o dərəcədə orqanikdir ki, o dərəcədə doğrudan da bu qızın içindəki o əzm hiss olunur, başa düşürsünüz, oturub sonra söhbət edirsən. Mən bir-iki dəfə görüşmək imkanım oldu, serialın çəkiliş meydanına da getdim.
Yəni mən özüm nətər baxmayaraq ki 46 yaşım var, çəkiş meydanına girəndə heç kimə mane olmamaq, artıq diqqət cəlb eləməmək, salam əleykum necəsən? Mən oturum burada kənardan baxıram. Bir də gördüm qız məni gördü. Va, salam əleykum gəldi, məni qucaqladı. Necəsiz, nətərsiz? Yəni elə bir əksinə mən eləməli olduqlarımı qız elədi. Qızın özünün, Nigarın özünün də daxilində olan o elə dediyimiz o enerji, biraz az öncə danışdığımız enerji də qəhrəmanın enerjisindən üst-üstə düşür. Bəli. Yəni çox uğurlu seçim oldu aktyor seçimləri də. Bəli. Bu gün Azərbaycan uşaq ədəbiyyatının ən mühüm problemlərindən biri də yeniyetmə ədəbiyyatının azlığı məsələsidir. Yəni gəlin baxaq görək yeniyetmələr üçün nə qədər əsərlər yazılır ki, daha çox 3, 5 yaşında, 10 yaşına qədər olan ədəbi nümunələrimizin sayı həqiqətən çoxdur. Tutaq ki, yeniyetmə ədəbiyyatı deyəndə mən Reyhan Yusif qızının kitablarını deyə bilərəm. Gülzar İbrahimova'nın bir neçə hekayəsi var. Başqa müasir yeniyetmə ədəbiyyatı mənim ağlıma gəlmir. Amma bu serialda mən bir məqamı hiss elədim. Sanki uşaqlıqla o ərgənliyə keçən dövr var. Bax, siz o dövrü gətirmisiniz ekrana. Murad Lalə ilə dostdur, təbii. Amma onların dostluğuna qısqanan digər bir oğlan da var orada. Bəli, var. Və onların arasında olan o qığılcım. Məsələn, Allah sizin də övladlarınızı saxlasın. Mənim qızım o oğlanın, onların olan dostluğuna, paxıllığından üzündə xəfif bir təbəssüm yarananda mən başa düşdüm ki, artıq bu filmdə o ərgənlik sevgisimi deyim, yeniyetmə bağlılığımı deyim, belə bir məqamlar da var. İndi təsəvvür edin ki, bu kitabın ikinci hissəsi yazılır, ikinci hissəsi çəkilir. Murad da artıq böyüyür axı, bayaq özünüz dediniz. Lalə də artıq böyüyür. Onda demək olarmı ki, siz məhz növbəti mərhələdə yeniyetmələr üçün serial hazırlayacaqsınız? Növbəti mərhələdə artıq hazırdır serial. Ayın 19-undan, aprelin 19-undan efirə çıxacaq və qeyd etdiyiniz, bəli, o incə məqam ki var, biz onun üzərində bizim həmkarım Vüqar Hüseynovla çox fikirləşdik. Necə eləyək ki, bu həm həqiqəti olsun, həm qıcıq yaratmasın. Çünki mən özüm də iki qız övladı atasıyam. Başa düşürəm ki, birinci atalarda qıcıq yaradır. Vallahi başa düşürəm ki, belə məsələlərdə yəni adam özünü yox, bir dəqiqə çərçivə yaradırsan ki, bu dünyada biz yaşayırıq, bax bunun içində belədir. Mən belə görürəm, mən belə görürəmdən tükənmir. Uşaqlar da çox şey bilir. Uşaqlar da artıq dünyanı dərk eləyirlər. O qədər maraqlı suallar verirlər. O qədər məsələləri bəzən dərindən analiz eləyib çıxıb belə bir nəticəyə gələ bilirlər ki, bir qızla bir oğlanın dostluğundan keçən və digər üçüncü bir personajın olmaması əslində qalsa bu bir banallıq ola bilərdi. Ona görə onun olmasını nəticədə bir ortaq məxrəc kimi qəbul elədik və bunu gətirdik. Növbəti mərhələlərdə isə artıq böyüməyə gələndə bizim qəhrəmanlarımız hamısı məktəb uşağıdır. Bir ipucu verim də, bu bizim maska layihəsindəki kimi. Bu ipucu ondan ibarətdir ki, artıq növbəti mərhələlərdə siz bilirsiniz, yuxarı sinif şagirdləri, özü də hamıdan yaxşı bilirsiniz güman ki, çünki əlaçı layihəsi var. Əlaçı layihəsinə artıq bizim Murad istəyir getsin əlaçı layihəsinə çıxsın və bunun bu mükəmməlçiliyi ilə, bu maksimalizminlə bu istəyir məktəbin birincisi olsun. Çünki məktəbin birinciləri gəlib düşürlər də, əlaçılar gəlib düşməlidir və Muradın ora düşməyi özünə bir şərt qoyması ilə başlanır mövsüm. Amma alınacaqmı, alınmayacaqmı və bu əhvalatda bütün Lalə, dostlar necə peyda olacaqlar? Çünki bu dəfə artıq bütün əhvalat Bakıda baş verir. Düzdür, biz birinci mövsümün kitabından uzaqlaşırıq, ona görə üzr istəyirəm, amma ikinci mövsüm artıq daha çox Bakıda, daha çox maraqlı məkanlarda çəkilib ayrı-ayrı, amma yenə də Muradın dostu Sherlock Holmes, Muradın digər dostları hamısı yanlarındadır və bu dəfə Muradın artıq təsəvvür etdiyi qəhrəmanlar bədii əsər obrazları deyil, tarixi personajlardır. Uşaqlar demək böyüyür, münasibətlər qalır, amma burada artıq elə birinci bölümdə Muradın Laləyə münasibətini biləcəyik. Çünki keçən bölümdən, keçən mövsümdən xatirindədirsə tamaşaçıların
Muradın bacısının olacağı xəbərlə bitirdik biz mövsümü. Bəli. Ki bacısı olacaq, belə bir ailələrində artım olacaq. Birinci bölümümüz isə məhz elə onunla, o xəbərlə başlayır ki, artıq ailələrinə kiçik yaşlı bir qız uşağı, kiçik yaşlı deyəndə körpə bir qız uşağı gəlib və o orada da Murad özünün dostuna olan münasibətini sərgiləyir. O da keçən dəfə kimi incə bir xəttlə keçir oradan, onu da görəcəksiniz. Güman ki, övladınız burada baxıb bir gülüşdə orada Bir var. gülüş olacaq, bəli. Və mən o gülüşü tutacağam mütləq. İnşallah. Tural müəllim, deməli, adətən hansısa bir filmi çəkəndə, əgər o filmin əsəri varsa, yəni kitabı varsa, deyirlər ki, sən əsas kitabı oxu. Bəli, kitab Film filmdən həmişə başqadır. maraqlı olur. Kitab başqadır. Tamamilə doğrudur. Mən əminəm ki, siz bu ssenarini yazanda çəkilişə uyğun olaraq bəzi qaydalar var ki, müəyyən düzəlişlər etmisiniz, nə isə bəlkə də çıxarmısınız, nə isə əlavə etmisiniz. Ya məkan şərtləri imkan verməyib, ya hava şəraiti imkan verməyib. Çox şey ola bilər. Çəkiliş prosesində belə şeylər olur. Sadəcə bu kitab filmdən sonra nəşr olunub deyə mənim üçün maraqlıdır. Bu kitab ilkin ssenariniz əsasında yazılıb, yoxsa sırf Kitab kimi filmdəki yazılıb. kimi? İndi tam doğru sualdır və tam deyilməli olan fikirlərdir. Nəhayət ki, burada onları səsləndirim. Serial uğur qazandı. Kitabın üz qabığında da yazılıb ki, 4 milyon yarımdan çox baxış verən serial artıq kitab oldu. Bu rəqəmlər də artıq köhnəlib. Artıq bir seriyamıza milyona yaxın adam baxıb. 1 milyondur, 980 minə yaxın adam baxıb birinci bölümə tək. Serialın kitab olmasında bizə dəstək olan və ümumiyyətlə bu təklifi irəli sürən Libraf və onun uşaq ədəbiyyatı qolu var. Üç alma nəşriyyatına təşəkkürümü bildirmək istəyirəm. Onlar özləri maraqlandılar ki, gəlin ümumiyyətlə mənim indi burada sizlə oturub bir böyük kitab müəllifi kimi danışmağım mənim özümü də biraz sıxır. Çünki mənim üçün kitab yazarı yox vallahi kitab yazarı adı biraz mənim üçün çox yüksək pillədə duran insanlara aid olan və böyük bir zəhməti, əməyi olan bir insanlara aiddir deyə mən əlimə kitab alanda onun ağırlığını hiss edirəm. Mən əlimə kitab alanda hiss edirəm ki, bu adam bura nə qədər əmək qoyub. Bizim ideyamız əslində qalsa film ssenarisi yazmaq idi və filmi efirə çıxartmaq, efir kontenti, məhsul düzəltmək idi. Amma film ssenarisi və kitab ümumiyyətlə yazılış baxımından tam fərqli bir şeylərdir. Filmdə filmin ssenarisi, baxsaz xüsusi formatı var, xüsusi şrifti var, hansından ki yazılmalıdır, hansı ki boşluqlar nə qədər olmalıdır və necə yazılmalıdır. Film ssenarisində yalnız nəyi görürsənsə, onu yazmalısan. Film ssenarisində fikirlərə yer yoxdur. Nə bilim, qəhrəman oturdu, atasının ona dediyi sözləri xatırlayıb birdən cuşa gəldi, durdu. Həmin gün yağan yağış onun belə bədiliyə yer yoxdur. Yazmalısan, yağış yağır. Bəli. Qəhrəman oturdu. Susur. Dialoq, nə bilim, atasının ruhunla dialoq və yaxud bir uşaq kitabından danışırıq. Yəni ruhu zad qatmışam mən. Amma orada ruh da var. Yox, yoldaşlarla nə bilim dostuna nəsə dedi. Dostu konkret nəsə dedi, kəsdik. Növbəti səhnəyə keçir. Yəni bu ssenari dilidir. Kitab dili biraz bədiilik xoşlayır. Ona görə bizim elə nəşriyyat evindən danışanda birinci sualımız oldu ki, axı bizdə kitab dili deyil ümumiyyətlə. Və bu işdə sağ olsunlar ilkin mərhələdə bizə Mürşid bəy, bizim Mürşid İsmailzadə bu işdə çox böyük təcrübəsi olan, bəli. Bu işdə çox böyük təcrübəsi olan Mürşid İsmailzadə və Şəbnəm Xeyrullah. Hər ikisi bizlə ictimai televiziyada işləyirlər. Hər ikisinin böyük təcrübəsi var, həm kitab yazarlığında, həm dramaturgiya, bu teatr rejissorluğunda. Onlardan xahiş etdik. Onlar özləri də gəldilər böyük maraqla bu bizim kino dilində yazılmış ssenarimizi bədii dilə keçirtməkdə. 6 seriyasına biri kömək elədi, 6 seriyasına biri. Vaxtında çatdırdıq, bunu ötürdük Libraf və 3 almaya. Onlar da sağ olsun öz redaktorları oturdular, baxdılar, yazdılar. Bizim ilkin ssenarimiz, sualınızın əsas hissəsinə cavab verim, ilkin ssenarimiz üzərində iş gedib. Ki serialda çəkiliş zamanı rejissor
nəyisə ümumiyyətlə bu hissəni gəlin çıxaraq, çünki bunu mən ötən bölümdə başqa formada demişik. Hə, nə olar? Bu qəhrəmanı gəlin belə eləyək, bu burada bunu deməyi artıqdır. Çəkiliş yerində bəzi redaktorlar eləyirlər. Bəli. Amma bizim nəşriyyat evinə verdiyimiz ssenari ilkin ssenari idi. Və o onda ilkin kitab daha maraqlıdır. Hə, ümid eləyirəm. Və bunu o Hər ikisi maraqlıdır, amma formadan o götürüblər, məşhur. onun üzərində işləyib ssenari formasına salıblar və misal üçün kitabdan bir daha bir fərqli deyim ki, serialda, filmdə qəhrəmanova danışıq tərzi verə bilirsən də. Nəsə bir okey, mən belə dedim. Burdan gəldim. O nəsə belə bir ara dilində nəsə danışanda o qədər vurmur adamı. Amma Librafın kitab redaktorları çox qəti şəkildə bir dəqiqə gəlin okeyi yığışdıraq. Burada bu bizim qəhrəman qoy səlist Azərbaycan dilində danışsın deyəndə başa düşdüm ki, hə, güman ki gözlə oxuyub, zehinlə götürəndə, qulaqla onu eşidəndə okey vura bilər. Gəlin onları əvəzləyə nəyəsə oldu mu olsun. Hansısa səhnələrdən gedir. Konkret hissədə. Hə, çox belə uzun və ağır proses idi, maraqlı proses idi. Sağ olsunlar bütün dəstək olanlar o işi yoluna qoydular. Bizdə təqdimat mərasimi keçirildi. Kifayət qədər çox adam gəlmişdi. Mən həyatımda bu qədər kitab imzalamamışam. Mən ümumiyyətlə bir dəfə bu qədər imza atmışam, yalnız ipoteka alanda. Yadımdadır ki, sənədlərin sayından çoxlu ipotekalar imza tələb edirdilər. Amma burada uşaqlar gəlirlər, buna yaz, bunun üçün yaz. Bunlar o qədər də şirindilər, o qədər maraqlı adlar var. Siz təsəvvür eləməzsiniz ki, mən orada nə adlar eşitdim. İndi biz belə bir soruşsaq ki, nə ad idi maraqlısa, onu da deyəməyəcəm. Mənim üçün çox maraqlı təcrübədir. Bunu mənə yaşadan, həmkarım Vüqara yaşadan və gəlib həyatımızda çıxdığımız bu məqama görə bütün vasitəçi olanlara, kömək olanlara hamısına təşəkkürümü bildirmək istəyirəm. Bu, yəni yenə də deyirəm, mənim üçün gəlib burada oturacağam, hardasa kitab müəllifi kimi danışacağam kimi belə bir ən cəsarətli fantaziyalarımda belə bir şey təxəyyülümə gətirəməzdim. Övladlarınızın reaksiyası necə oldu? Vay, mənim övladlarım hamı Maşallah. bütün layihələrə, bütün seriallara baxırlar. Əzbər bilirlər. Əzbər bilirlər ki, bu seriyada bu baş Nəysə verdi. sizə irad tutdular ki, ata filan şeyə gərək belə eləyərdin, filan O mənada inandırıram sizi, mənim övladlarımın qətiyyən nətər deyim, yazığı gəlmir mənə. Qətiyyən. Nəyəsə baxılarsa, bu yaxşı oynamır. Burada bunu gör. Mənim ən böyük redaktorlarım, ən böyük tənqidçilərim elə bəlkə də onlardır. Allah. Çünki adam istəyirsən ki, birinci tamaşaçın budur da, deyirsən bax buna bəyəndirim. Amma yenə də deyim, uşaqlıqda bəlkə də məndə də olub bu, ya bir çoxlarımızda olub. Bunlar ki Muradla Laləni qəbullanıblar qəhrəman kimi. Yəni çox şey bağışlayırlar. Yəni ola bilsin Məncə artıq Muradla Lalə elə obrazlardır və həm də elə aktyorlardır ki, onlar hamı ilə dostlaşa bilərlər. İmza gününə gələ bilməmişdim, təəssüflər olsun, amma orada olan çox yaxın dostlarımdan eşitdim ki, orada sanki bütün uşaqlar bir-birini tanıyırdılar. Hamı bir-biri ilə dost idi. Hamı bir-biri ilə dostlaşmışdı və bu çox gözəldir. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Həm ilk uşaq serialına görə, həm də ki, ilk uşaq serialı kitabına görə. Bəli. Təşəkkür edirəm. Mən minnətdarlığımı bildirirəm bir daha həm dəstəyiniz üçün, həm dəvətiniz üçün, həm maraqlı söhbət üçün. Bəlkə də demədiyim nəsə qaldımı bilmirəm, amma bütün tamaşaçıları, bu serialın birinci mövsümünə baxmış tamaşaçıları sabah İctimai televiziyanın efirində mən Lalə bir də Sherlock Holmes 2 serialının birinci bölümünə baxmağa dəvət edirəm. Saat neçədə olacaq? Saatını səhər saat 11 üçün olmalıdır. Və anonslara baxsınlar. Televiziya belə canlı orqanizmdir. Bir də görsən nəsə sürüşür 5 dəqiqə ora, 5 dəqiqə bura. Diqqətli olsunlar, baxsınlar və öz şərhlərini yazsınlar mütləq. Çünki onların şərhlərini mən oxuyuram. Bütün heyətimiz oxuyur. Birinci mövsümün seriyalarının altında, bölümlərinin altında o qədər xoş şərhlər oxumuşuq ki, bəlkə də bizi növbəti addımlar atmağa sövq eləyən elə bu olub. Biz bəlkə də kitabdan çox serialdan danışdıq, amma çünki bu kitab serialdan doğulub. Hə, serialdan çıxıb. Bu təbiidir. Bu kitab, əziz izləyicilər, serialdan doğulub, serialdan yaranan bir kitabdır. Bu kitabda siz nəinki hər iki müəllifin, yəni Vüqar bəyi və Tural bəyi nəzərdə tuturam, ümumilikdə
yüzlərlə, minlərlə, bəlkə də milyonlarla uşağın arzusunu izləyə bilərsiniz, hiss eləyə bilərsiniz. Ona görə də kitabı oxumağı tövsiyə eləyirəm. Tezliklə stoklarda olmasını arzu eləyirəm. Mən, Lalə, bir də Sherlock Holmes. Təşəkkür edirəm bir daha. Minnətdaram, çox sağ olun. Kitab oxuyaq.